Allah yoxdur. Mənim sizdən istəyim yalnız bir şeydir. Mənim sizdən istəyim sadəcə budur ki, sizə verdiyim vərəqdə 2 sadə söz yazasınız. Allah ölüb. Altından imza atmağı da unutmayın. Əgər biz ortaq məxrəcə gəlsək ki, mən əminəm ki, gələcəyik, mənim toz basmış arqumentlər gətirməyimə ehtiyac qalmayacaq. Siz də kursu daha rahat şəkildə keçə biləcəksiniz. İşinizi bitirdikdə vərəqi sağdakı yoldaşınızı ötürün. Burada Allah sözü balaca hərflə yazılıb ki, buna görə yaxşı qiymət verməyə dəyər. Üzr istəyirəm, cənab Wheaton, Josh Wheaton. Cənab Wheaton, hər şey qaydasındadır? Bəli, amma əlimdən gəlmir. Mən edə bilmərəm, çünki mən xristiyanam. Ney, buna görə narahat olmayın, sonra siz yataqxanaya gedə bilərsiniz. Diz çökərsiniz və bağışlanma diləyərsiniz, bu sizin şəxsi həyatınızdır. Bunun mənə adiyyatı yoxdur, amma bura mənim sinifimdir. Burada mən nə desəm o da olacaq, axı edə bilmirəm. Ney, cənab Wheaton. İndi icazə verin bundan sonra baş verəcəkləri sizə deyim. Əgər siz özünüzü Allah ölüb deməyə məcbur edə bilmirsinizsə ki, bu özü sinifə xeyirdir, onda siz Allahın ölmədiyinə dair dəlil gətirməli olacaqsınız. Özdə bunu bütün sinifin gözü qarşısında etməlisiniz. Əgər bacara bilməsəz, sözsüz ki, belə də olacaq. Beləcə mənim fənimdən keçə bilməyəcəksiniz və illik qiymətləndirmənin 30%-ni itirəcəksiniz, razısınız? Yaxşı, bəs mübahisəni udub-uduzmağıma kim qərar verəcək? Əlbəttə ki, mən. Sinif mənim, qanun mənim, qiymətləndirmə də mənim üstümdədir. Sözüm kobud çıxmasın, amma mən inanmıram ki, siz obyektiv ola biləsiniz. Yaxşı, nə təklif edirsiniz? Onlara nə deyirsiniz? Maraqlı təklifdir, amma niyə mən belə edim ki? Siz artıq onları öz tərəfinizə çəkmişsiniz, mən gərək indi onları inandırım ki, onlar səhvdilər. Yaxşı, olsun. Professor Edison ateistdir. Aydındır ki, o əxlaqi dəyərlərə inanmır. Təhsil proqramına əsasən isə semestrin sonunda onun fənnindən imtahan vermək lazımdır. Əminliklə sizə deyim ki, onun fənnindən 5 almaq üçün imtahanda köçürsəydim, o lap əsl xristiyan kimi deyərdi ki, köçürmək yaxşı şey deyil və mən gərək bunu biləydim. Yaxşı, bunu nəyə əsasən deyərdi? Əgər mən bu yolla uğur qazana bilərəmsə, niyə də eləməyim, hə? Bir xristiyanın qarşısında bir əməlin əxlaqi dəyəri barədə məsələ çıxdıqda, yəni bir şeyin yaxşı və ya pis olduğunu təyin etmək üçün Allaha müraciət edirlər. İndi demək istəyirsiniz ki, əxlaq üçün Allaha ehtiyacımız var, hə? Və əxlaqlı ateist olmaq mümkün deyil. Xeyr, yəni Allah yoxdursa heç əxlaqlı olmağa da ehtiyac yoxdur. Yaxşı bir əməlin əxlaqi dəyərini ölçmək üçün standart nədir? Xristiyanlıqda kələk gəlmək, ədalətsiz şəkildə qiymət almaq qadağandır. Bu elə oğurluq kimi bir şeydir. Əgər Allah yoxdursa, Dostoyevski demişkən, əgər Allah yoxdursa, onda hər şey icazəlidir. Bundan əlavə, əgər professor doğru deyirsə, onda bizim mübahisəmiz də bugün gələcəyimiz qərar da əhəmiyyətsizdir. Onda elə bizim yaşamağımız da ölməyimiz də akvarium balığının yaşaması ölməsi kimi bir şey olacaq. Axı bu cahillikdir, bütün təlaşınız elə buna görə idi. Yəni sən inanırsan ya inanmırsan, elə bu? Aha, tam da elə bu. Bəli, həmişə də belə olub. Bizim aramızdakı fərq yalnız budur ki, siz onlardan seçim haqqını alırsınız. Onlardan tələb edirsiniz ki, onlar mən inanmıram desinlər. Bəli, çünki onların azad olmasını istəyirəm. Çünki din bir virus kimidir. Çünki bu nəsil və nəsil ötürülür. Valideyndən övlada. Və xristiyanlıq bu virusların arasında ən təhlükəlisidir. Biz xəstə, zəif və ya bədbəxt olan kimi bizim canımıza hopur. Xəstəlikdir? Əlbəttə, bəli, özü də yoluxucudur. Xristiyanlıq məntiqin düşmənidir. Məntiqin? Professor, siz zaten məntiqdən çoxdan aralanmışsınız. Sizin öyrətdiyiniz nəinki fəlsəfə, heç ateizm deyil. Bu elə əsl anti-ateizmdir. Sizə öz inanmağınız bəs eləmir, istəyirsiniz hamımız inanmayaq. Sən niyə boynuna almırsan ki, sən sadəcə onları tələyə salmaq istəyirsən? Mənim istəyim sadəcə Allah kimi onlara seçim azadlığı verməkdir. Bilsən imtihanda başına nə oynatacağam? Hə, doğrudan? Bəs siz əslində kimdən intiqam almaq istəyirsiniz? Məndən? Yoxsa Allahdan? Siz Allaha nifrət edirsiniz? Bunun sualına bax. Yaxşı, nə üçün Allaha nifrət edirsiniz? Bu axmaqlıqdır. Axı niyə nifrət edirsinizsə suala cavab verin. Axı siz dəlil sübutları görmüsünüz, elm belə onun varlığını sübut edir. Siz ki həqiqəti bilirsiniz, niyə Allaha nifrət edirsiniz? Niyə də niyə? Sadə və bəsit sualdır. Niyə siz Allaha nifrət edirsiniz? Niyə? Çünki o məni hər şeydən məhrum edib.
Bəli, mən Allaha nifrət edirəm. Mənim ona qarşı nifrətdən başqa bir duyğum yoxdur. Axı mövcud olmayan varlığa necə nifrət edə bilərsiniz? Bu heç nəyi sübut etmir. Ola bilər. Özləri qərar versinlər. Allah ölübmü? Allah ölməyib. Allah ölməyib. Allah ölməyib. Allah ölməyib. Allah ölməyib.